Hörmətli izləyicilərimiz, şəxsi tikili, qoşa kubik, 2 sot torpaq sahəsində tikilmiş illərin evi, 3 otaqdan ibarət həyət evimiz satılır dəyərli izləyicilərimiz. Masazır qəsəbəsində A5 massivində, Almarketin arxasında, General Hakim Abbasov küçəsinə yaxın, 569 nömrəli marşrut dayanacağından 150 metr məsafədə şəxsi özü üçün tikilmiş illərin evi satılır dəyərli izləyicilərimiz. Ev sahibi Qubaya köçdüyü üçün, Qubaya köç etdiyi üçün bu evi hal-hazırda satır. Deyir, oğlum üçün tikmişdim, amma oğlum artıq burada yaşamaq istəmir. Qeyd edirəm ki, ev ümumilikdə istifoldur. Bu evin giriş qapısıdır. Santexnik işi, elektrik işi hamısı qaydasındadır. Təmir ola bilər ki, məsələn, bu aboylar falan şəxsən yəni özümə görə deyirəm ki, elə də zövqlü aboylar deyil. Köhnənin təmiridir. Kim istəsə dəyişiklik eləyə bilər. Evin qiyməti 65 min manata təşrif olunur. Hörmətli izləyicilər, qeyd edirəm ki, ev bütövlükdə istifoldur. İstifolun kollektoruna qədər qaydasındadır və evin 4 bir tərəfi qoşa kubikdir. Aksesuarları hamısı qaydasındadır. Baxın, gördüyünüz kimi evin 4 bir tərəfi qoşa kubikdir. Kəməri, fundamenti hamısı qaydasındadır. Həyətinə 2-3 avtomobil rahat şəkildə daxil olur və evin hər tərəfinə fırlanmaq mümkündür. TV xəttinə qədər çəkilir. Gedək sizə həyətin sayəsindən tanış edeyim. Qazı, suyu, işığı hamısı qaydasındadır və daimidir. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Ev kürsülü evdir. Çox da kürsüsü olmasa da, deməli qarşı tərəfdən 3 daş kürsülüdür. Arxa tərəfdən öncə ged-gedə yer belə olub 5-6 daş kürsülüdür. Nə deyə bilərsiniz qardaş bu ev haqqında? Şəxsi tikilidir, lap yaxşı evdir. Yəni pul verməyə dəyər bu evə. Dəqiq. Dəqiq. Allah köməyin olsun. Hərçində hətta pişik də var. Pişik də var, hə. Hə, siz bu qardaşa inanmayın, gəlin özünüz baxın, özünüz yoxlayın, nə bilim daşın, qumun, sementin hamısını yoxlayın. Ehtiyat su çəninə qədər var. Üstü paket krişadır, serepitsadır, yanan material deyil. Deməli kombisinə qədər qaydasında. Bura indi kladovkasıdır, kombi otağıdır. Qardaş nəsə yaratmaq istəyib burada, deyir. Burada banka balon falan yığmaq olar. Yəni ki, evin sağında, solunda 2-3 metr məsafəsi var. 4 bir tərəfi də suvanıb. Qiymət 65 min manatdır. Sənəd torpağın çıxarışıdır, təyinatı, kənd təsərrüfatı təyinatıdır. Və qeyd edeyim ki, bu məhəllədə hamısı kənd əhmədinədir, kənd təsərrüfatı təyinatlıdır. Aynən sökəcəklər falan, belə bir söhbət yoxdur. Məsələ odur ki, evə kupça ala bilmirsiniz, qeydiyyata düşə bilmirsiniz. Allahın köməyi ilə gələcəkdə, baxın, burada bu qədər yaşayış evləri var. Hələ bu bunun bir dənə dalanıdır. Burada 10 dənə belə küçə var. Bu qədər yaşayış evləri var. Allahın köməyi ilə təyinatlar dəyişəndə kupçavızı alarsınız. Sağ olun, salamat qalın.